Bismillahirrahmanirrahim. Demək, mehriban və mərhəmətli Allahın adı ilə Allaha xatir inşallah AutoCAD-ın 3-cü dərsini izah edəcəm. Biz artıq bu dərsimizdə AutoCAD-ın yekun dərsini keçəcəyik inşallah. Demək, AutoCAD-da keçən dərs biz öyrəndik ki, 2D panelinin praktikasını etdik. Bugün öyrənəcəyik 3D panelini, 3D Tools paneli. Burada bəzi əmrlər var ki, 3D obyektləri hazırdır. Bəzi əmrlər var ki, 2D obyektləri üzərində işləyən əmrlərdir. Demək, gəlin əvvəlcə hazır əmrlərdən bəzilərinə baxaq. Məsələn, gördüyünüz kimi box əmri. Seçirəm aləti. Ekranın istənilən hissəsində başlanğıc, son nöqtə və hündürlük istəyir bizdən. Çünki artıq bu 3D obyektidir. Hündürlüyü ancaq görmürük hal-hazırda. Hündürlüyü görmək üçün görsü burada yazıb top. Yəni artıq obyektə üstdən baxışdayıq hal-hazırda. Topun üzərində mouse'un sol düyməsini vurduqda bölmə açılır. Obyektə üstdən bax, altdan bax, soldan bax, sağdan bax, qabaqdan bax, arxadan və fəzada bax. Məsələn, biz fəza görünüşlərindən birini seçirik. Göz burada avtomatik Z-ox əmələ gəldi və obyektin 3D görünüşünü bizə göstərdi. 2D wireframe-in üzərində sol düyməni vurub, məsələn, shade seçsək, obyektin içi dolu şəkildə göstərir. Digər obyektlərə baxaq. Məsələn, silindir var, konus var. Bunların hər birində ölçü ilə çəkmək mümkündür. Yəni, istənilən aləti seçib, mərkəzi göstərib, radius yazıb, enter, hündürlüyünü yazsaq, istiqaməti aşağıya doğru göstərdik deyə, hündürlüyü aşağıya doğru verdi. Mərkəzi seçib, hündürlüyü yuxarı göstərsək, hündürlüyü yuxarı verəcək. Məsələn, 2 metr. Sfera var, piramida var. Hamısını ölçü ilə çəkmək mümkündür. Prizma var. Tors. Və burada polisolid var ki, divar çəkir. Biz divarı başqa üsullarla da çəkə biləcəyik. Burada yaxınlaşdırsaq görürük ki, divar var. Eni zürünlüyü. Bunun ölçülərini dəyişmək mümkündür. Çünki aləti seçən kimi aşağıda H enter yazanda hündürlüyünü istəyir. Məsələn, 3 metr yazıram. W enter N'nin qalınlığını istəyir. Məsələn, 4 yazıram. Sonra çəksəm, baxın, həmin ölçüdə çəkir. Yəni, bunlarla da divar çəkmək olur. Ancaq daha asan üsullar var ki, biz indi irəli doğru onlara baxacaq. Sonra vacib əmrlərdən biri, vacib əmrlərdən extrudedur. Extrude nə üçündür? Məsələn, home bölməsində biz 2D obyektlərdən hər hansı birini çəkirik. Tutaq ki, rectangle. Bu çəkdiyimiz obyekti 3D-yə çevirmək üçün 3D Tools bölməsində extrude seçib, həmin obyekti seçib, enter, hündürlüyünü yazıb, enter. Məsələn, 600 yazdım, hündürlüyünü dəyişdim. Yəni, obyektin forması nə cür olsun? Məsələn, polyline çəkir. Belə bir obyekt çəkir. Bunu da üstəyə çevirmək üçün Tools bölməsində extrude seçib, istədiyimiz qədər hündürlüyünü veririk. Səhnəni istədiyimiz tərəfə fəzada fırlatmaq üçün klaviaturada Shift düyməsini sıxı saxlayıb, mouse'un dircəyini sıxıb saxlayıb, istədiyimiz tərəfə fırlada bilərik, yaxud da bu hissədən fırlada biləriz. Təkrarən görünüşləri buradan dəyişmək olar. İstədiyimiz görünüşlə baxa bilərik. Demək, extrude'dan sonra biz ona oxşar əmr var, press pull. Press pull'un da 3 funksiyası var. Bir funksiyası extrude'dan eyni işi görür. Məsələn, biz 2D obyektini təkrarən çəkirəm. Biz extrude vasitəsilə bayaq qeyd etdik ki, buna hündürlük verib üstəyə çevirmək olur. Ancaq press pull-la da mümkün. Press pull-u seçəndə necə edirik? Obyektin xəttinə yox, içərisinə vurub, hündürlüyü yazıb enter seçirsiniz.
Principle'ın ikinci funksiyası odur ki, 3D obyektinin hər hansı bir tərəfinin ölçüsünü dəyişir. Məsələn, bu tərəfi seçib, buranı istənilən məsafədə artıra bilərəm. Üçüncü funksiyası odur ki, 3D obyektinin üzərində hər hansı bir 2D obyektini çəkdikdən sonra, məsələn, bir çevrə çəkirəm, bir bucaqını çəkirəm. Principle'ın üçüncü xasiyyəti odur ki, həmin obyekti 3D-nin üzərində çəkilmiş 2D-ni arxa tərəfə üzərinə çəkdikdə həmin hissəni kəsir. Əgər ön tərəfə çəksək, artıracaq. Arxa tərəfə çəksək, kəsəcək. Yəni, Principle daha çox istifadə olunan əmrlərdən biridir. İndi biz hazır ev planlarından birini açıb, onu bu əmrlərin vasitəsilə 3D-yə çevirəcəyik. 3D-yə çevirməmişdən öncə mən sizə subtract əmrində deyim. Məsələn, biz bir dənə 3D obyekti çəkirik. Buna fəzədə baxaq. Bayaq qeyd etdik ki, 3D-nin üzərində çəkilmiş 2D obyektini kəsib boşaldan Principle-dur. Ancaq 3D obyektinin üzərində əlavə bir 3D obyekti çəkilibsə, 3D-dən 3D-ni kəsən obyekt subtract. Necə icra edirik? Subtractı seçirsiniz, əsas obyekti seçirsiniz, enter və kəsən obyekti seçirsiniz, enter. Görürsünüz, yenə də kəsmiş olduq. Bu da subtract funksiyasıdır. İndi gəlin biz yaddaşda olan bax, bu evi çəkməyə çalışacağıq. Bu evin JPEG formasında planları var. Həmçinin elektron formasında var. Planı çəkməyi biz bildiyimiz üçün, planın çəkilməsinə vaxt itirməmək üçün artıq mən planı hazır vəziyyətdə çəkmişəm. Biz demək bu plan üzərində çalışacağıq ki, həmin bu evin 3D formasını hazırlayaq. Demək, ilk öncə nədən başlayacağıq? Biz 3D-yə evi çevirməmişdən qabaq nə etməliyik? Hansı hissələrdə kəsim olacaqsa, yaxşı olar ki, o hissələri lay vəziyyətinə salaq. Bunun üçün home bölməsinə qayıdıram. Bizdə burada pəncərələrdə kəsim olacaq. Qapıların yeri artıq kəsilib. Daxil oluruq Layer Properties bölməsinə. Burada New Layer yaradıb. Yazıram pəncərə. Və pəncərələri seçirəm. Hər bir pəncərəni seçirəm. Bunları həmin laya atıb, sonra açıb buranı pəncərə layını bağlayıram. Görürsünüz, pəncərələr gizləndi. Müvəqqəti gizləndi. Açmaq istəyəndə bu lampa işarəsini asacaq. Bağlamaq istəyəndə bağlayır. Yəni, hal-hazırda biz divarlara hündürlük verəcəyik deyə, pəncərələr bizə mane olmasın deyə pəncərələri bağladı. İndi biz bunlara hündürlük vermək üçün gəlin fəzədə baxaq ki, daha rahat görək. Fəzədə baxırıq. Şeitlə baxır vəziyyətdəyik. Şəklimizə baxırıq ki, burada kürsü hissəsi var. 3 pillədir. Hər pillənin hündürlüyü standartda 150 mm olur, yəni 15 cm. Ona görə də müəyyən etdik ki, 450 mm kürsünün hündürlüyü. Ona görə də biz də birinci kürsünün hündürlüyünü çəkəcəyik. Principle-a daxil oluruq. 450. 450. Və divarların hündürlüyünü verdik 450. Kürsü hissəsində qapı olmadığı üçün biz bundan bir ədəd kopya eləyəcəyik. Home bölməsinə qalıb kopya seçib. Bunun hər ikisini seçib. Bir ədəd yuxarıya kopya qoyduqdan sonra kürsü hissəsini bağlayacağıq. Yəni, kürsü hissəsindəki bu qapı hissəsini hər iki tərəfdə bağlayacaq. Aha, kürsüdəki obyektlərin bütöv halı, görürsünüz hissə-hissədir. Halda olması üçün subtractın yuxarısında union var. Unionu seçib, bunların hər ikisini seçib enter vurdum. Artıq bu hissə birləşdi. Həmçinin də rəngin dəyişib, fərqli rənglə kürsü hissəni ayırmış oldu. Demək, bizim
kürsü hissəmiz hazır. Bu hissəyə 450 vermişik. Məsələn, birinci mərtəbənin hündürlüyünü buradan bura qədər. Tutaq ki, 320 götürmək istəyirik. 450 mm məsafəmiz var. Prespunu təkrarla götürürük. Seçib bu hissəni. Demək, 3200 dedik. 2750 məsafədə bunu artırırıq. Ümumilikdə oldu 3200. Çünki 450-dən əvvəlcədən çəkmişdir. İndi burada qapıların baş hissəsini bağlamaq üçün nə edəcəyik? Bizdə 3200 ümumi hündürlükdür. Qapıların hündürlüyü standartda 2100-2200 olur. Əgər başında framuqa yoxdursa, yəni standart qapıdırsa. Burada baxaq qapımız necədir. Elə birbaşa hündürlüyü var. Haradasa böyük qapı yoxşuyur. Hündürlüyünü 240 götürəcəyik. 3200-dən çıxırıq 240-ına, qalır orada 800. Nə edəcəyik? Elə boksu götürəcəyik bu hissədən bura. Aşağıya doğru 800 verəcək ki, qapının yuxarısı bağlansın. Həmçinin də bu tərəfdə. Boksu seçirik. Buradan. Baxın, burada bir məsələ olur. Gələk tam üstdən baxaq ki, mişqanı gətirək ki, buna koordinat sistemi yuxarıdan düşsün. 800. Əgər bu çəkdiyimiz hissələri yenə divara bağlamaq istəyiriksə, yün öləmirini seçib bunları tam olaraq divardan birləşdiririk ki, bu divarımız bir birləşmiş halda olsun. Demək, sonra pəncərələri təyin etmək. Sonra pəncərələrdən öncə bu aşağıdakı divarları mov vasitəsilə 450 yuxarı qaldıracaq. Çünki bunlar kürsüdən başlamasın. Elə pilləkən qarşı hamısını 450 yuxarı qaldıracaq. Orta indi vaxtıydı. Buradan baxırıq belə. 450. Bunu əvvəlcədən də qaldıra bilərdik. Ancaq istəyirsiniz belə elək. Qaytarıram Ctrl Z-dən arxaya. Bunların da hündürlüyünü verəcəm. Pres bundan sonra qaldıracaq. Pres bunu seçirik. Divarın içərisini seçirik. Hündürlüyünü veririk 3200. Buranı seçirik 3200. Buranı seçirik 3200. Pilləkəni hələ ki səhmirəm, çünki bizə əsas fasad lazımdır. İndi movu seçib, hər üst divarı seçib 450 yuxarıya qaldıracaq ki, kürsü səviyyəsindən yuxarıda olsun, evin öz səviyyəsindən bərabər olsun. Sonra ora pol hissəsində, döşəmə hissəsində seçəcəyik. İndi gəlin biz pəncərələrimizi təyin edək. Bunun üçün nə edirik? Üstdən baxırıq, topdan yəni. 2D wireframe vasitəsilə baxıb. Yaddaşda olan pəncərələrimizi açaq. Və bunların orta xətlərini silirik. Çünki lazım deyil. Pəncərələrin qapalı halda olması üçün gözü bu qapalıdır, ancaq bunlar yox. Ya hər birinin üstünə polyline ilə, yaxud rectangle ilə qapalı obyekt çəkə bilər, yaxud burada bir əmr var. Boundary. Seçib, pick point seçib, hər bir obyektin içərisində vurduqda onu qapalı hala salır. Yəni birləşdirib yeni qapalı obyekt yaradır. Sonra gəlirəm extrude vasitəsilə. Çünki burada artıq pres bunları eləmək düzgün deyil. Extrude seçirik. Hər bir pəncərəni seçirik. Pəncərənin hündürlüyünü götürürəm. Məsələn, təxmini şəkildə baxaq. Metr yəni. Təzədə baxırıq. Baxın, pəncərələrimiz yerdə çəkir. Bunu yuxarı qaldırmaq üçün istəsək ki, qapı səviyyəsindən eyni olsun. Pəncərəmizin öz hündürlüyü metr yarımdır. Demək, 450 avtomatı kürsüdən qalxmalıdır.
Yerdən də yuxarı qalxmaq üçün qapımızın hündürlüyü verdi 2400. 2400-də metr yarımını çıxırıq. 900 yuxarı qalxacaq. 450 də aşağıda eləyəcək 1350. Bu seçirik. Pəncərələrin hər birini seçirəm. $1350 yuxarı qalır. Shade vasitəsilə baxsaq, pəncərələrimiz qalxıb yerləşib bu hissələrdə. İndi götürəcəyik, bir dəfə kəsim işini eləyəcəyik subtraktla. Çünki üstü obyektindən üstü obyektini kəsmək lazım gəlir burada. İstəyirsiniz 2D variflərindən baxaq ki, kəsmə işimiz daha da rahat olsun. Subtraktı seçirik. Divarı seçirik. Enter bu pəncərələri bir seçirsiniz. Enter. Baxaq 2D shade ilə baxaq. Baxın, bütün pəncərə sistemimiz də kəsilmiş vəziyyətdə hazır oldu. İndi gəlin bu giriş hissədəki pilləkənləri təyin edək. Press-bunu seçdik, bunu seçdik yuxarı 450. Burada bizdə 3 pillə olmalı. Niyə belə? Deyəsən bizim xəttimizin biri pozulur. Əsas planımıza baxaq. Baxın, burada bizim 2 xəttimiz olmalıdır. Pilləkən 2 pillə olmalıdır. Biri pozulur. Ya da çəkməmişik. Buna görə biz pillənin yeni bilirsiniz də standartda 30 cm olur. 300 offset verir. Burada biri pozulmuşdur. İndi təkrarən bunu 450, bunu 300, axırıncı pilləndə 150, 300, 150. Burada sonra nə var? Şəkilə baxırıq. Bu hissələrin içərisi boşdur, nəsə bitki falan qoyulacaq. Onun üçün bunun içərisində bu. Hündürlük nə qədərdir? Pilləkəndən biraz çox yuxarıya çıxıb. Təxmini bir 25 cm yuxarıdadır. Bizim pilləkən 450-dir. 250-də üstə gəlir, 600 bir yuxarı. Demək, seçirik press-bunu. Biraz da çıxarmaq olar, 50 dənə artırmaq olar. Sonra bizim sütunumuz var burada. Sütun evin hündürlüyü qədər qalxacaq. Əslində evin hündürlüyü yox, təxmini saxlayacaq, damız çəkəndə onun o hissəsini kəsəcək. Demək, götürürük press-bunu, hələ ki bunun hündürlüyünü 3 metr verir. Onda hündürlüyünü 3 metr veririk. Sonra bu hissə var bizdə. Pilləkənlə eyni səviyyədədir. 450. Digər hissəmiz var. Qarşı tərəflə də eyni ölçüdədir. 750. Bu hissəmiz demək olar ki, hazırdır. Keçdik növbəti tərəfə. Burada da həminki prosesləri icra edək. Demək, 450, 300, 150, 300, 150. Baxaq bu birisi tərəfdən. Bunlar da hündürdür. 750 səviyyəsindədir. 75 cm. Burada yenə də xəttin biri silinib. Qadrixon bölməsində offset seçib 100 offset veririk buna. Press kod 750. Bunların içərisində yaşıllıq verəcək ki, nəsə bitki falan qoymaq üçün istifadə olunur. Aha, demək indi biz nə edirik? Kürsü hissəsinin, zirzəminin üstünü, kolunu bıraq, bir də yuxarı mərtəbənin düşəməsini eləyib, ikinci mərtəbəni gətirib yerləşdirək üzərinə.
Bunun üçün üstdən baxaraq top görmüşdüm. Bu divardan bir dənə kopya çıxarıram kənara. Kopyanı buradan ehtiyatçısı da ayrı olsun. Boundary əmri, yəni buradan seçirəm. Bunun içərisində vurdum, orada yeni bir xətt yaratdı, divarı sildim. Əslində bu xəttə polyline da çəkə bilərdim. Mən boundary vasitəsilə bilərdim. Sonra offset seçirik 400. Bu xətti də silirəm. Extrude klaviaturadan götürdüm. Xətti yazdım. Demək, qalınlığını veririk 10 cm. Bu vasitəsilə gətirib bunu yerləşdirib bura. Baxarıq fəzədə. Baxın, döşəmə hissəsi aşağıdadır. Bunu move-la seçib, move götürürük, seçirik döşəmə hissəsini. 4 cm yuxarıda. Öz qalınlığını gəlin aşağıya salaq. 100. Yəni, otağın döşəmə hissəsini təyin etdik, bağladıq tamam. Əslində istəsəniz bunu da bu döşəməni də zirzəmiyə yönlü eləyə bilərsiniz. Hələ ki eləmirəm, qalsın onu sonunda baxarıq. Keçirik ikinci mərtəbənin divarlarını hazır edib, gətirib onu da üzərində yerləşdirək. Demək, üstdən baxdıq, yenə də pəncərələri seçib layı atıram, layı bağlayıram. Respons seçib fəzədə baxaq, düzgün olmadığını yoxlayaq. İkinci mərtəbənin hündürlüyünü verəcəm 3 metr. Əslində burada maillilik kəsilir. Buna görə daha çox hündür olacaq. Gəlin biz də biraz hündür verək, çünki kəsiləcək. 1,5 metr da əlavə edirəm. Buna görə ki, sonra kəsəcək yox. İst divarlarda təyin edək. Demək, 4,5 metr oldu. Burada da bir divarımız var. Bir də bu hissə var. Bunun da qalınlığı təxmin nə qədərdir? 16 cm verək. 15-16 cm, 15 cm verək. Təkrar verək. Topdan baxıb təkrarən lay bölməsində yaddaşda saxladığımız pəncərə və qapı sistemini açaq. Burada diqqət edin, 2 dənə qapıdır şüşədə. Pəncərə, 2 dənə də pəncərə arxadadır. Bu pəncərələr ümumiyyətlə bizə lazım deyil, burada saxlamaq. Çünki biz bunu təzədə çəkəcəyik. Qalsın, hələ ki bağlayacam bunu. Əsas qapı yerlərini təyin edib. Rectangle seçib, bunların üzərini qapalı bir obyekt edib. Şərtlərdən. Artıq elə rectangle deymiş olacaq. Extrude seçirik. Bunların hər ikisini seçib. Məsələn, indi bir verim 2,20. Fəzədə baxaq. İstəyirəm görə eləyək ki, nə elədiyimizi siz də başa düşəsiniz. Bu qapıları kəsmək lazımdır. Subtract seçirik, divarı seçirik, enter. Qapıları seçirik, enter. Artıq qapılarımızın yerdə hazırdır. Daxili otaqların hələ ki qapıların hündürlüyünü vermirəm. Onu verməyi birinci planda öyrəndik. Yəni daha doğrusu qapıların başının bağlanmasıdır. Və baxırıq burada vəziyyət necədir. Tam olaraq birinci mərtəbənin yuxarısından üst-bucaq maililiyi getməyib. Biraz yuxarıdan, təxminən 1 metr yuxarıdan maillik gedib. Bunu necə eləyəcək? Move ilə bu divarı biraz kənara çəkirəm. Baxıram left görünüşünü.
Baxıram 2 deyilən. Biz dedik ki, line götürürəm. Buradan 1 metr yuxarıya məsafə qoyacaq. 1 metr də burada. Yəni buradan yuxarıdan kəsiləcək. Bir dənə düz xətt çəkirəm buradan bura ki, bunun mərkəzini bilək ki, haradadır mərkəz. Slice əmri var. Baxın slice. Klaviaturası SL Enter. Seçirəm. Obyektin hamısını seçirəm. Enter. Bunu buradan bu mərkəzə qədər Enterlə kəsir. Bu hissəni silir. Burada silək. Təkərlə slice seçirik. Divarları yenə seçirik hamısını. Enter. Buradan bura qədər yenə də kəsirik. Bunları seçirik. Bu xətlərdə pozduq. Demək, mansard hissəsi formadaydı. Baxın. İçəri divarlar da avtomat gözü öz hissəsində kəsildi. İndi pəncərələr bu hissələrdən olacaq. Baxaq, demək olar ki, yenisini əldə etdik. Sonra bunu dam hissəsini çəkək. Təkrar left görünüşündən baxıram. 2 deyilən baxıram. Mən bu müstəvidə işləmək üçün burada face aləti var. Bunu seçib bu müstəvinin üzərinə vuran ki, mən burada işimi görəcəm. Baxaq necədir vəziyyət. Demək, bir alt qat var, bir üst qat var. 2 qatdan ibarətdir. Alt qat daha çoxdur, 15 sant qalınlığında görsənir. Üst qatda 5 sant verilir. Fon bölməsinə daxil edirəm. Polyline seçirəm buradan. Bura. Bura. Enter. Xət artırıldı. Demək, burada diqqət eləsək, çıxıntı var. Yəni, arxaya qabağa çıxıntı var. Bu çıxıntını əvvəlcədən də təyin edə bilərik ki, məsələn, buradan bir yarım metr çıxıntı olsun. Xətti də üzədirəm axar edir. Burada bir əmr öyrənmişdik. Extend xətti qarşısındakı obyektə qədər uzadır. Burada görsünüz uzatmasa, demək, bu xətt buna tam düzgün oturmayıb. Ona görə. Əgər uzatmadsa problem yoxdur. Offset seçirik. 150 dedik. Alt qalınlığı verəcəyik. 50 F1-ə də escape elədik. Ona görə test-test açır. Təkrar offset seçirəm. 50-də bir qalınlıq verirəm. 5 santim. Line vasitəsilə bunların baş tərəflərini birləşdirirsiniz. Biraz sürət işləyəcəm. Videomuz çox yazmasın. Yenə təkrar boundary seçəcəksiniz. Bu obyektləri hər birini qapalı hala salacaq. Bizdə evimizin bu hissəsinin uzunluğu planda baxaq nə qədər idi? 8200. Həmçinin qarşı tərəfə bir yarım metr çıxdığı üçün biz verəcəyik 1 metrdə əlavə eləyəcəyik 9200. Extrude. Hər iki obyekt seçirəm. Minus 9200. Üst obyektin rəngini vaxtında dəyişirəm ki, bilək ki, bu dam hissəsi olacaq. Baxaq vəziyyətə. Baxın, bu hissədə hazırdır, qırdı söndürək. Verdiyim 1 metr tam olaraq arxaya tərəf getdi. Bunu götürəcəm, bunu iki tərəfdə olsun deyə 500 atacam bu tərəfdə. Və bu xətti pozacam. Artıq xət bizə lazım. Dam hissəmiz də hazır oldu. Sonra biz bayaq qeyd etdik ki, bu tərəflər biraz çıxmalıdır. Bunu da press-pull eləyəcəyik. 500 bunu artıracam. 500 buradan, yəni yarım metr. Bu hissəni də həmsinin 500.
Sonra burada diqqət eləsək, əlavə bir çıxıntı da var. Hardasa təxmini 1 metr 20, 1 metr 20 sant, yəni 1200. Bunu necə eləyəcək? İlk öncə bu tam qapının üzərinə düşməsi üçün, gəlin bu evi gətirək bunun üzərinə. Gətirməmişdən öncə frontdan baxıb, alt xətlər ki var, bu xətlər mane olmasın deyə bunu kənara çəkir. Sonra pilləkən üçün lazım olsa istifadə etmək olar. Move'u seçirəm. Seçirəm bu obyekti. Bu nöqtəsindən götürüb gətirib qoyuram bunun üzərinə. Bunlara da bir müxtəlif rənglər verək ki, hələ ki bir-birindən seçilsin. Aşağıya biraz başqa rəng verir. Demək, burada biz bu hissəni artırmalıyıq. Hansı səviyyədə? Balkonun üzərinə düşən hissədə. Ona görə də həmin bayaq öyrəndiyimiz face alətini seçib yerləşdirirəm bunun üzərində. Məsələn, mən bunu təxmin eləyəcəm. Line-dan götürüb ölçünə edilib. Buradan bura bir kəsib qoyuram. Çox kənara yerləşdirdim. Line-ı seçirik. Buradan bura bir kəsib atlayım. Bu hissədən bura. Birini də götürək. Bu hissədən bura. Görsək ki, bunun üzərində tam gəlmir. Move-la bu xətti də seçə bilmiriksə 2D ilə baxacaq. Bu xətti biraz çəkəcəm sağ tərəf. İndi press bunu seçirəm. Bu hissəni seçirəm. Çəkirəm qabağa 1200. 1200 baxaq azdır mı? Belə bir şey azdır. 800 qalıraq. Bunu da götürdük. 2 metrdə bu. Evin üst hissəsində belə bir iş götürür. Baxaq. Biz sadəcə olaraq elə bir ki, bunun hündürlüyü çox böyük götürmüşük deyə. Biraz bizdə proporsiya fərqli görsənir. Əgər bunu artırmaq istəsək enini, press bunu götürürük. Biraz da artıracaq 500 tərəfə. 500 tərəfə. Eyni sistemi bu tərəfdə deyiləcək. Press bu. Bunu artıraq. Bu hissəmiz də hazır. İndi burada biz sütunları biraz artırmalıyıq. Bunu necə artıracağıq? Bunu seçib sütunun yuxarısından tutub, lazım qədər buna çatana qədər artıracağıq. Evet, oldu. Baxın, demək olar ki, bizim ümumi vidini hazır etdik. Bu planı artıq pozuram. Bunda da artıq xəttlər var. Artıq xəttləri aşağıdan təmizləyirəm. Yəni artıq xəttləri təmizləyir ki, çox da manasili olmasın. Bizdə nə qaldı? Bu hissənin pəncərəsi. Bunun üçün nə edirik? Baxırıq obyektə front görünüşündən. Face alətini yerləşdirir obyektin divarında. İstəsəniz 2D ilə baxa bilərik. İstəsək burada 2D ilə baxan içəridəki divarlar bizə mane olur görməkdə. Gəlin belə eləyək. Bax, bu həmin lay sistemində
Yazaq ikinci mərtəbə iç divar. Bir dənə də əlavə edək. Birinci mərtəbə iç divar. Əslində fasadda bu divarlar lazım deyil. Biz sadəcə çəkmişik. İç divarları seçirik. İkinci mərtəbə bağlayırıq ki, bunu bizə mane versin. Burada da birinci mərtəbədə də iç divarları topdan baxaq. Bunu da atırıq birinci mərtəbəyə ki, hələ ki mane olmasın, bunları bağlayacaq. Təkərlə baxdıq front görünüşündən. Demək, pəncərəmiz təxmini bu divar səviyyəsindən yuxarıda belə bir obyektdir. Bunun üzərində yerləşir. Bunun üçün demək, mərkəzdən bir xətt təyin edirik. Buradan. Məsələn, hündürlük bu səviyyədən başlasın. Ölçülər təxmin verəcəm. 1 metr bu tərəfə. 1 metr çoxdur. Təkrar baxaq. 1 metr. Elə yaxşı. Bu hissəni də verək bir yarım metr. Demək, buradan yuxarı yarım metr, yəni 500 mm. Ümumi hündürlüyünü götürək metr yarım. Birləşdirək bura. Sonra mirror alətini seçib bunu əks tərəfə kopya etdik. Bu xəttləri pozuruq. Join vasitəsilə bunları birləşdirib demək hazırdır. Bundan hər ehtimala qarşı bir neçə dənə kopya saxlayırsınız ki, lazım olanda istifadə etmək mümkün olsun. Bunun özünə offset verəcəm. Offset. Məsələn, divar qalınlığını verirəm 10 sm. Extrude. Bunun hər ikisini seçirəm. Minus. Məsələn, bir 4 metr içəriyə verəcəm. Subtract edirəm bundan bunu. Baxaq. Baxın, bax, bu hissəsi hazır oldu. Mən tez-tez çevirirəm ki, sizə də aydın olsun. Fronta qaydıram. 2D ilə baxıram. Hökmət koordinat sistemini yerləşdirməliyik burada. Sonra bunun dam hissəsi necədir? Yenə polilan götürəcəyik. Birinci çəkdiyimiz qaydada bu hissəyə çəkirəm. Mən bu hissələri ilə sürət işləyəcəm. Offset 150. Offset 100. Kətrən bağlayıram. Boundary. Extrude. Minus yenə 4 metr. Bu rəngini dəyişək vaxtında. Lap altında rəngini dəyişək. Fərqliliklər görək. Sonra bunlar biraz kənara çıxıntıları var və qabağa çıxıntısı var. Bəzədə baxdıq. Götürdük Preston. Bunlar da bir 4 santim var. 40 santim. Bu hissəmiz də hazır. Təkərlə frontdan baxırıq. Yenə face'i qoyduq bura. Xətləri pozuruq. Bunlardan bir dənəsini extrude veririk. İstəsəniz elə burada
pəncərəsini də çəkib apara bilərik. Ekstrud verirəm qalınlığı 100. Demək, bir ədəd pəncərə də çəkək. Rectangle. Məsələn, təxmin edəcəm pəncərəsi olsun bu qədər. Extrude -500. Subtract. Bundan da kəsdir bunu. Bu demək, bunun üzərində kəsilməyib ki, çəkilməyib ki, o kəsmədi. Bunu biraz önə çəkirəm. Şeytlə baxaq ki, niyə kəsməyib? Baxın. Kəsişməmişdən öyle kəsməyib. Hətta istəsəniz, mən burada düzdür, biz pəncərələrə əsasən 3D Max-da hazır qoyuruq. İstəsəniz elə bunun üzərində mən pəncərəni də göstərim ki, reisi qoyduqdan sonra 2D-yə keçib pəncərəsini də siləcəm ki, rahat olsun. Baxaq, pəncərə forması necə olur? Sadə bir pəncərədir. Offset verirəm 8 cm. Extrude verirəm hər ikisinə -80. Subtract verirəm bundan buna. Məsələn, ortadan da bir dənə bölgə paracağıq. Yenə offset 30. Da offset filan klaviatura da götürəm, bilirsiniz. Bunu da boundary edirəm. Artıq xəttləri pozuram. Extrude veririk, buna da -80. Bunların da rəngini dəyişirik ki, məsələn, belə girək. Baxdıq shade vasitəsilə. Baxın, pəncərəsini də çəkdir. Bir dənə də box keçdik burada. Boxu seçirəm. Bunun mərkəzindən, bunun şüşəsini də çəkirəm. Qalın olsun 2. Daxil olaraq buradan da şüşə bir rəng veririk. Move vasitəsilə seçirik bunu. Bunu da gətirib qoyuruq buraya. Ancaq əslində biz bunun dam hissəsini kəsməliyik. Ona görə bundan kopya saxlamışam. Dam hissəsini kəsmək üçün gəlin bu Ctrl Z eləyək, bir yerdə görək. Frontdan baxıram. Extrude verirəm. Minus məsələn 4 metr. Move edirəm bunu. Gətirib qoyuram bunun üzərinə. Bu nə üçün? Baxın. Biraz bunu tərk edəcəm ki, görək nə elədiyimizi. Respondan uzanacam. Daha ki, çatsın bura. Bundan bir ədəd kopya edirəm. Çünki orada bizim 2 qatımız var. Onu bir-birindən tək-tək kəsmək üçün kopya elədim. Subtract alətini seçirəm. Birini bundan kəsirəm. Subtract seçirəm, birini altdakı obyektdən kəsirəm bundan. Səhv götürdüm. Subtract. Birində bunu seçirəm. Enter vururam. Baxın, orada dam hissəni kəsmiş oldum. Artıq evin içərisi görsənir. Və ancaq ora qapanı qalmışdı. İndi move götürürəm. Bunun bu nöqtəsindən tutub gətirib qoyuram yerim. Baxın, burada artıq nəsə qaldı. Demək artıq düzgündür. Sonra baxıram leftdən. Left görünüşünü. Bunların ümumilikdə bu hissəsini qabağa çəkirəm. Press bununla. Biraz qabağa çıxmalıdır. 600. Bunu da 600. Gəlin 600 çoxdur 500. Bunu da 100 azaldır. Bu da çıxdı qarşıya. Sonra baxıram leftdən. Move vasitəsilə boş baxıram. Move vasitəsilə bunu çəkirəm divar səviyyəsinə. Sonra bu hissə ki var, arxa hissə. Slice əmrini seçirik. Seçirik bunları. Buradan bura bunu kəsirik. Gördüyünüz kimi tam hazır vəziyyətdə oldu. Bax, içərdən də baxanda kəsilib. Yəni bu divar silsək, əslində tam, baxın, dam hissəyə baxın. Tamamilə hazır. Divar qaytaraq.
Eyni bundan 2 dənə var arxada. Onları da artıq mirrorla rahatca qoymaq olar, yerlərini kəsmək olar. Demək, necə eləyəcək? Topdan baxın. 2D ilə baxırıq. Mirror. Bunların hamısını seçirsiniz. Gəlin belə seçək ki, tam seçsin. Bir dənə atıram arxaya. Move edirəm bunu. Biri buradaydı. Hamısı seçilmədi. Mirror. Bunu da atıram bura. Yəni orada 2 dənə pəncərə göstərilmişdir. Onların da yerini kəsmək mümkündür. Mən kəsmirəm. Kəsməyin qaydasını biləcəm. Hər bir qapı pəncərəni də bu cür çəkmək olar. Ancaq məsləhətdir ki, qapı pəncərələri 3D Max-da hazır qoymaq məsləhətdir. Sonra bura ot qoyacaq və s. Onların hamısını 3D Max-da eləmək daha rahatdır. Onu da 3D Max dərslərimizdə inşallah öyrənəcəyik. İşte mən pəncərələri bir doldurmuram, çünki videomuz çox yazır. Pəncərənin bir dənəsini burada çəkdim. Buna uyğun digər pəncərələri də burada çəkmək mümkündür. Diqqətinizə görə təşəkkür edirəm. Yəqin ki, siz üçün inşallah faydalı olacaq. Növbəti dərsimizdə biz qeyd etmək istəyirəm ki, öyrənəcəyimiz hissə olacaq 3D Max dərsinə başlayacağıq. Allah qoysa. 3D Max-da da çalışacaq ki, bu cür 3 dərsə əsas hissələri öyrədək.